Salam, mən Qoşqar Daşdiyev, 5-ci yüksəliş müsabiqəsinin qalibiyəm. Hal-hazırda Kapital Bankda yerli struktur bölmələrdə satışın təşkili şöbəsinin rəhbəriyəm. Məncə yüksəlişimi konkret bir hadisə və ya vaxtla əlaqələndirməyim düzgün olmaz. Bu kiçik, eyni zamanda davamlı irəliləyişlərin nəticəsi kimi görürəm. Fikrimcə özümü digərləri ilə deyil, bir öncəki mən ilə müqayisə etməyim, qərar verməkdən çəkinməməyim, verdiyim qərarları daha yaxşı necə edərəm formasında sorğulamağım, daim öyrənməyə meylli olmağım yüksəlişimin başlaması üçün zəmin yaradı. Biz daima həyatımızda, istər şəxsi həyatımızda, istər karyeramızda çətinliklərlə üzləşirik. Bu çətinliklərdən daha rahat və ağrısız keçməyimiz üçün həyatımızda mentorun olması əvəz edilməzdir. Mənim özümü mentor hesab etdiyim şəxsdən təxminən belə bir ifadə eşitmişdim. Sənin bu gün qarşılaşdığın, aşdığın çətinliklər sabahki mövqeyinin təməlidir. Həqiqətən bu cümlə mənim karyeraya, iş həyatına baxışımı xeyli dəyişdirdi. Artıq qarşıma çıxan problemlərə bir maneə kimi deyil, növbəti mərhələnin bir haqqı kimi baxmağa başlamışdım və bu mənim qərarlarıma, davranışlarıma və uzunmüddətli planlarıma ciddi təsir göstərmişdi. Bəli, həyatımda belə bir dönəm olub, verdiyim qərarlar ciddi tənqid olunurdu və özümü təzyiq altında hiss edirdim. İlk mərhələdə məğlubiyyət kimi görünürdü mənə, amma zaman keçdikcə anladım ki, bu mənim həyatımda bir məktəb rolunu oynayıb. Bu təcrübə mənə emosiyalarla deyil, faktlarla qərar verməyi, təzyiq altında necə soyuqqanlı qalmağı və məsuliyyətdən qaçmamağı öyrətdi. Əgər bu gün özümü daha güclü və daha hazırlıqlı hiss edirəmsə, məncə həmin çətin, amma formalaşdırıcı dövrə borcluyam. Yüksəliş digərləri ilə deyil, özünüzlə yarışdığınız yerdən başlayır. Qərar verməkdən, qərarlarınızı sorğulamaqdan, üzərinizə məsuliyyət götürməkdən, səhv etməkdən çəkinməyin. Daim inkişaf etməyə meyilli olun, daim inkişaf etməyə maraqlı olun və ən əsas əlinizdə olan məhdud zaman resursundan maksimum produktiv istifadə etməyə çalışın. Yüksəliş sizinlə davam edir.